Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iri şəhərlərin Birləşmiş Su Təchizatı xidməti fasiləsiz su təchizatına keçid məqsədi ilə mövcud su təchizatı sistemində bir sıra təkmilləşmələr və yeniliklər həyata keçirir. Su anbarlarının modernləşməsi, tikintisi, bərpası, texniki qurğuların təmizlənmə işlərinin düzgün təşkili və primitiv şəbəkələrin ləğvi, mövcud nasos stansiyalarının təkmilləşdirilməsi və yeni güclü nasoslar qurulması suyun təzyiqinə və paylanmasına müsbət təsir edib. Su təchizatı şəbəkəsinin avtomatik idarə edilməsi üçün yeni sistemlər də tənzimləmənin effektivliyini artırıb. Hazırda 24 saat fasiləsiz su ilə təmin edilən böyük ərazilərdən bir neçəsini Abşeron, Binəqədi, Xəzər, Nərimanov rayonlarını misal göstərə bilərik. Artıq su verilişi əvvəlki qrafika uyğun məhdudlaşdırılmır, əksinə 24 saat boyunca davamlıdır. Bu əhalinin gündəlik su ehtiyaclarını qarşılayır və su kəsilmələrinin qarşısını alır. 25 min abonentin fasiləsiz su ilə təmin olunacağı Xəzər rayonunun sakinləri arasında bu mövzu ilə bağlı kiçik sorğu da keçirilib. Sakinlər fasiləsiz su təchizatı ilə təmin olunduqlarını təsdiqləyərək ötən illərlə müqayisədə indiki nəticəni müsbət qiymətləndiriblər. Abonent məmnunluğunun artırılmasına xidmət edən işlərin səmərəli təşkilinə görə icraçılara minnətdarlıqlarını bildiriblər. Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış massivində yaşayırıq. Harasa bir 10 ilə yaxındır burada yaşayırıq. Fasiləsiz su verilir, hər şey qaydasındadır. Əvvəllər sular fasilələrlə verilirdi. Şükür Allaha ki, sular fasiləsiz axın davam eləyir.